Merhaba dostiklər. Bugün sizinlə aprelin 17-sinə qədər ya da 16-sına qədər hansı kitabları oxumuşam 2026-cı il başlayandan bu yana onları birlikdə rate eləyəcəyik. So, let's go. Kanalıma abunə olmağı unutmayın əgər abunə deyilsinizsə. Başlayıram, hansından başlayacağım? 1984-dən. 1984 romanı mənim fikrimcə bu arada abartılıb, aşırı abartılıb. Həm də o Biz adlı bir roman var. Yazıçının adını unutmuşam. Ondan plagiat olduğu deyilir. Mən çox da inanmasam da buna. Ondan plagiat da deyilir və I'm sure. Sadəcə kitabın sonunu heç bəyənmədim. Nifrət edirdim hətta. O qədər gəlirsən və sonda düşmənlərinin sənə qalib gəlməsinə razılıq verirsən. Yəni bu və Julianı satırsan, Winston. She was your friend. Frienddən daha çox idəsin, amma nəysə bunu eləmək lazım deyil. Yəni. Ay 5 ulduz üzərindən yəni 3 verərəm bu arada 1984-də. Çünki sonunu heç bəyənmədim və hətta kitabı bağlayanda belə bir şok içərisində qaldım ki, wow, nə baş verdi orada. Mən belə gözləmirdim yəni. O'Brien, sənə də güvənmişdik. Ay olsun. Şəkər portakalı. Dostlar, mən biraz seçici bir insanam. Şəkər portakalı da məncə çox yenə dramatikləşdirilmiş, abartılmış bir kitabdır və mən onu türk dilində oxumuşam. Onsuz da bilirik ki, türklər hər şeyi abartmağı çox sevir. Və bunu da abartmağı sevirlər. Məncə tərcümədə bir orada daha dramatizələşdirilmiş bir şey oldu. Yəni hansı ailə bir uşağını hər şey üstə döyər ki, yəni var ya, amma nadirən də yəni. Ya da nə bilim, çox ağlamalı səhnələr var idi, okey. Maraqlı, təsir edici yerlər var idi, amma ümumi overall kitabı götürsəm çox abartılıb. O qədər də ağlamalı bir kitab olduğunu düşünmürəm. Dostoyevskinin Bəyaz Gecələri bundan daha ağlamalı idi. Bəyaz Gecələri buraya yazmamışam bu arada. Üstünü yazma. Bəli dostlar, Bəyaz Gecələri yazmağı unutmuşdum deyə 19 kitab idi, amma onu yazmaq üçün ki, mən onu da oxumuşam, amma buraya yazmağı unutmuşam. Yazdım və 20 kitab oldu. Aha, Bəyaz Gecələr, qoy onu deyim. Dostoyevski, sən nasıl bir insansın? Çox maraqlı kitabıydı, çox təsirli kitabıydı mənə görə. Buna mən 5 üzərindən 4 verərəm. 5 niyə vermərəm? Nastinkaya görə. Və xəyalpərəstin özünə də görə. Xəyallardan biraz ayrılıb realizmə baxmaq lazımdır. Sual işarəsi. Şəkər portakalına da bu arada 2 verərəm filan, yəni çünki doğrudan xoşuma gəlmədi, çox dramatikləş. İstirdim ki, yəni elə bütün gün oturum ağlayım o kitabı oxuyanda. 2 günə bitirdim, çünki az səhifəsi var idi, amma o deyil. Little Women, yəni balaca qadınlar. Gəldiyi ingilis dilində oxuduğum növbəti kitab 1984-dən sonra. Mən burada böyük bir səhv eləyib. Birinci filmə baxmışam, çünki bilmirdim ki, kitab var. Filmə baxmayın heç vaxt, çünki filmdə mənim ən sevdiyim bir səhnə var idi orada. Və mən o səhnəni kitabda tam olaraq görə bilmədim. Əslində orijinal kitab filmdə sonradan biraz baxış yaransın və dramatizləşdirilsin deyə özlərindən səhnələr qura bilirlər, qoya bilirlər. Amma kitab orijinaldır deyə birinci kitabı oxumaq lazımdır. Amma yenə də vermək istədiyi ideya və kitabda baş verən şeylər maraqlı idi. Ona görə də buna 4 verəcəm 5 üzərindən. Dan Brown, The Secret of Secrets, Sirlərin Sirri. Bu kitaba direkt əfsanə deyirəm. Oy, şuşqam düşdü. Və 5 üzərindən 5 verirəm. Dan Brown oxuduğum ilk kitabı və hələ ki oxuduğum son kitabıdır. Müasir yazıçıların ən möhtəşəmlərindən biridir deyə bilərəm. Kitabda bizə hekayə ilə bərabər elmi faktlar da çox verir və mən oradan öyrəndiyim dəhşət dərəcə çox şeylər olmuşdu. Yəni kitab indi şkafdadır. Kitabı açıram və hər yerin üstündən yenə xətt çəkmişəm. Hər şeyin highlight eləmişəm ki, aha bu məlumat mənə lazım olacaq. Çox maraqlıdır. Yəni tövsiyə eləyərəm, amma kitab 600 neçə səhifədir. Əgər çox uzun kitablar oxumağı sevmirsinizsə, böyük ehtimalla xoşunuza gəlməyəcək. Amma mən tövsiyə eləyərəm. Super kitabdır. Özəlliklə də belə biraz detektiv, fantaziya janrı xoşdurursunuzsa, əsasən detektiv janrı. Məncə bu kitabı oxumaq 100% lazımdır sizə. Amma kameram əyridir bu arada. Belə əyridir. Nice. Burada çox Qaraqanın kitabları var. İstəmirəm buranı fanatizm köşəsinə çevirim, amma bəli fanatam.
Okey, başlayaq birinci Üç Addım trilogiyasından. Yazar özü hal-hazırda o əsərini bəyənməsə də, desə də ki, mən o əsərdə əslində doğru məlumatları çatdıra bilməmişəm və yaxud da ki, o özü demişkən sirkin divarları idi. Mən bununla razılaşmıram. Stop. Trilogiya super idi. Mən öyrəndiyim çox şey, maraqlı gələn və bir növ kitabda yazıldığı kimi cavablarıma sual olan bir trilogiya idi və üçlü idi, yəni. Çox maraqlı idi. Mən buna 5 üzərindən 5 verərəm, yəni. Oxumaq istəyənlər, yəni belə bir özet keçim ki, birinci addım maddiyatdan bəhs eləyir, ikinci addım, yəni pul xoşbəxtlik gətirirmi, gətirmirmi, 5 anonim milyonçu, milyonçuların hekayələri və s. İkinci addım dinlərdən bəhs eləyir. Bu arada ən məni çaşdıran kitab bu oldu, ikinci addım. Üçüncü addım isə metafizikadan, materiyadan filan bəhs edir. Necə yaranmışıq, atomlar, yəni çox belə qarışıq bir şeydir və oradan belə yolumuzu tapmağa çalışırıq. Amma kitablar bitmir, yəni bir cavaba ulaşmırsınız, bir cavab tapmırsınız. Sualı verirsiniz, əlində siz o suala özünüz cavab tapmalısınız. Yəni belə bir şeydir. Bu da mənə əslində heç xoşuma gəlmədi. Amma yenə də 5 üzərindən 5 verərəm məncə. Pride and Prejudice dünən bitirdiyim kitab Qürur və Qərəz. Dostlar, storimdə də paylaşmışdım. Yəni Wattpad sevgi romanları oxuyana kimi bunu oxusaz yaxşıdır, amma mən bunu da bəyənmədim yenə. Mənə görə çox uzun idi, cümlələr çox abartılı yazılmışdı yenə. Hekayənin özü maraqlı idi və sonu xoşbəxt bitdi. Sonunda mən sonluğu xoşbəxt bitən bir kitab oxuya bildim. Məncə gözəl idi, yəni 5 üzərindən 4 verərəm. Amma sevgi romanı mənlik deyil. Mən sıxılıram belə şeylər oxuyanda. Siz xoşunuza gəlirsə oxuya bilərsiniz. Wattpad kitablarındansa bunu oxuyun. Art of War Sun Tzu. Bu kitab bədii kitab deyil. Bu kitab sadəcə bir qaydalardan ibarətdir. Döyüş sənəti adlı kitabdır. Bu arada mən yenə ingiliscə oxumuşam bunu. Sözün düzü kitabı birinci dəfə oxuyanda çox da çatmır heç nə insana. Gərək geri dönüb yenidən oxuya və notlar almaq lazımdır. Mənim kitabın içində hər şeyin, çox şeyin Azərbaycanca tərcüməsi var və notlarım var, highlight elədiyim yerlər var. Bir növ özümə notebook kimi istifadə edirəm də bu kitabları, necə Dan Brown'un kitabı, həm də bu kitab. Məncə Art of War-a 5 üzərindən 3 vermək olar. Çünki dediyim kimi sıxıcıdır. Bədii kitab deyil, yəni sıxıcıdır da aşırı. Qaydalardan ibarət bir şeydir, amma workbook kimi, yəni nəsə öyrənmək üçün istifadə oluna biləcək kitabdır. Love and Other Demons. Gabriel Garcia Marquez. Mən belə bir filmə baxırdım və orada bu kitab tərifləndi. Marquez çox yaxşı yazıcıdır yenə. Marquezin qələmi superdir, amma bu kitab olmadı Marquez yəni. 5 üzərindən 2. Çünki çox sıxıcı idi və mənasız idi. Yenə dramatizələşdirilmiş və ağlamalı bir kitab. Ağlamalı kitab, mən sevirəm kədərli şeyləri. Yəni dediyim kimi Kafka, Dostoyevski, Tolstoy, okey, bunlar yaxşıdırlar. Kafka superdir. Sadəcə məsələ orasındadır ki, ağladanda da insanı yaxşı bir səbəblə ağladın. Ucuz şeylərlə gəlməyib üstünə. Şeytanın kitabı Qaraqan. Bu kitabın niyə çap olunmadığını oxuyandan sonra başa düşmək olur ki, Azərbaycan xalqı hələ belə bir şeyə hazır deyil. Çünki kitabda çox tənqid edici nöqtələr var idi və sözün düzü kitabı mən bəyənmədim. Okey, fanatam, Qaraqan fanatıyam, qulaq asıram, dinləyirəm, oxuyuram. Amma xoşuma gəlmədi. Çünki sonu çox mənasız bitir. Yəni mən tamam başqa bir partlayış gözləyirdim. Amma sonu belə bitdi. Ona görə 5 üzərindən 3. Bununla 3 deyib 2 tutmam. 3. Bununla bərabər Evokasiya romanını oxumuşam bu il. Qaraqanın. Demək olar ki, kitablarının çoxunu bu il oxumuşam. Evokasiya da maraqlı gedirdi. Bu arada onun AI ilə filmini çəkirlər. Birinci bölümü artıq yüklənib. Ümumiyyətlə Evokasiya birinci bölüm yadımda çıxır YouTube'da. Baxmaq sizə gedin baxın, yəni kitab oxumağa həvəsiniz yoxdursa oradan da baxa bilərsiniz. Çox maraqlı idi məncə. Amma əsərin sonunda olan şeylər, spoiler vermək istəməsəm də, mənasız bir şəkildə irəliləyir. Yəni bizə masonlardan filan danışır və sonunda çox absurd bir, mənasız bir hadisə baş verir. Ona görə də buna 5 üzərindən 3 verəcəm yenə. Sorry. Masumiyyət Müzesi Orhan Pamuk. Ya da Məsumiyyət Müzesi. Muzeyi. Məsumiyyət Muzeyi. Dostum, Orhan Pamuku çox təriflədiniz və mən getdim onun kitabını oxudum.
Və bu kitabın filmi də çıxdı falan, muzeyi də var. Okay. Bu məsumiyyət muzeyi deyil bu arada, sapıqlıq muzeyi. Bunu ümumiyyətlə vaxt itkisi deyirəm və verirəm 5 üzərindən 1. O da kitablara hörmətim olduğundandır. 5 üzərindən 1. George Orwell'in növbəti kitabı Animal Farm, yəni Heyvanistan. 1984-dən daha çox sevdiyimi deyə bilərəm və 2 gün oxuyub bitirdiyim, yəni çox axıcı kitablardan biri idi. Çox maraqlı bir hekayəsi var. Super yazıb George Orwell, yəni möhtəşəm. Onun da demək olar ki, ən yaxşı kitabı elə buydu. Kaş ki yaddaşım silinsə və yenidən bu kitabı oxuya bilsəm deyirəm. 5 üzərindən 5. Əfsanə. Əgər oxumamısınızsa gedin oxuyun. Onsa kitabın səhifələri çox deyil. Mənim oxuduğum PDF-də 70 səhifə idi. Ola bilər ki 100 səhifə də olsun hansısa kitabda. Nəysə, danışa bilmirəm zaten. Əgər political, yəni siyasi söhbətləri sevirsinizsə, ümumiyyətlə şoka düşəcəyiniz bir kitab deyirəm. Qaraqanın Mələyi kitabı. 5 üzərindən 5. 5 üzərindən 5 konkret. Kitab o qədər plot twistlərlə, yəni ki, tərs köşələr deyirlər türklər. Onlarla doludur ki, yəni kitabın sonuna yaxın bir ümidin var ki, aha, mələyi xilas edəcəklər insanlar. Spoiler. Mələyi insanlar xilas edəcək, amma mələyin başına nə gəlir? Yəni oğlanın damına mələk düşür və onu xilas etməyə çalışır oğlan. Sonra gəlirlər o mələyi ondan alırlar. Oğlan yenə onu xilas etməyə çalışır və xalq ayağa qalxır. Sonunda nə oldu? Dəhşət idi. Mən belə qalmışdım, yəni kitab oxuyanda ki, wow, nə baş verdi? Bir dəqiqə nə baş verdi? Ona görə də mən 5 üzərindən 5 verirəm. Ölüm məhkumunun son günü. Heç vaxt ağlıma gəlməzdi ki, bir cinayətkara empatiya bəsləyə bilərəm. Dostlar, bu okey. Victor Hugo'nun səhv eləmirəmsə, bəli. Victor Hugo mənim uşaqlıqdan ən sevdiyim yazıcıdır. Onun bir neçə Notre Dame kilsəsi, Səfillər romanlarını oxumuşam və doğrudan maraqlıdır da. Bu insan yəni super yazır. Bu da onun oxuduğum növbəti kitabı idi, Ölüm məhkumunun son günü. Bu da qısa kitabı idi, amma doğrudan çox dəhşət dərəcədə təsir edici bir kitabdır. İnsanın məncə empatiya hissini gücləndirir. Bir də yazığım gəldi. Çox yazığım gəldi. Hələ kitabın sonu yəni göz yaşlarına boğacaq dərəcədə bir şey. Şəkər portakalından daha təsirlidir mənə görə. Mənim fikrimcə. Ona görə də bu kitaba da 5 üzərindən 5 verirəm. Art və Xaos, yenə Qaraqan. Anyway, Art və Xaosa da 5 üzərindən 5 vermək olacağam, çünki mənə görə mükəmməl yazılmış, yenə də sonu gözlənilməz sonluqla və tərs köşə ilə bitən bir kitab idi. Yəni kitabın ortaları falan mənasız olur. 2 hissədən ibarətdir, Artdan və Xaosdan. Art hissəsi biraz normal gedir hər şey. Art hissəsində o qədər təsirlənmir, amma Xaos hissəsində wow. Əsasən də son 2 səhifəni, niyəsə Qaraqanın bütün kitablarında son 2 səhifə tamam gözlənilməz şəkildə fərqli olur. Bəlkə də özü qəsdən edir bunu. Bəzilərində yaxşı olur, bəzilərində pis. Bunda əla oldu. Eynən Mələk kitabı kimi şoka düşdüm və qaldım ki, wow, mən bunu gözləmirdim. Yəni, doğrudan gözləmirdim. Azərbaycandan New Yorka gedən bir oğlanın başına gələn absurd hadisələrdən bəhs eləyir və o yalan və həqiqət arasında bir seçim eləməlidir. Kitabın sonunda da seçim eləmir. Çünki yazıcı seçimi bizim belimizə qoyur və deyir ki, siz seçəsiniz. Mən də deyirəm ki, Elxan, net. Sən o cavabı mənə verməliydin. Yəni mən sonu olmalıydı bu kitabın, okey? Bəlkə də 5 üzərindən 4 verəcəm buna görə, okey. Sırf sonuna görə 5 üzərindən 4 verirəm. Çünki mən bilməliydim ki, Aiden kimi seçdi. Çox da spoiler verməyim, oxuyarsınız və fikirlərinizi yazarsınız. Oxumusunuzsa da yazın bu arada. Bununla da Qaraqan kitabları bitir birində deyəcəm. Rusça yazılmış bir kitab. Buna görə Rusça demək istəmirəm. Bir axmağın hekayəsi adlı bir kitabdır və kitabın orijinal Rusça yazılıb. Sadəcə PDF olaraq tərcüməsini tapıb oxumuşdum. Mənə xitab edən bir kitab deyil qətiyyən. Və nəyə görə Azərbaycan dilində yazılmadığı da yenə bəllidir. Çünki Azərbaycan xalqı buna hazır deyildi. İnsanlar buna hazır deyilik. 5 üzərindən 2. Mən də buna hazır deyildim çünki. Mən Qaraqanın yaradıcılığını çox sevirəm, amma bu kitab olmadı. Səhv eləmirəmsə sonuncu kitabımızdır. Bunu sona saxladım özüm. Metamorfoza ya da çevriliş. Franz Kafka.
Kafka möhtəşəm. Kafka çox depressiv, çox bədbin və bir o qədər də əslində çox qələmi güclü olan bir yazıçıdır. Kafkanın həyatı da çox, mən belə necə deyim, enişli yoxuşlu keçib, yəni çox çətin keçmiş bir həyatı var. Öz atası tərəfindən qəbul edilməmiş bir uşaq olub və düşünə bilirsiniz, heç vaxt kitablarını publish eləməyib, çap elətdirməyib, çünki düşünüb ki, onlar yaxşı deyillər və oxunmayacaqlar. Və o öləndən sonra dostu onu götürüb çap elətdirib. Allah hamımıza belə bir dost qismət eləsin. İlk öncə onu demək istəyirəm. İkinci olaraq isə bütün ömrün boyu əslində çox mənasız bir insan olduğunu düşün və sənin illər sonra fanatların olsun. Kafka, mənim fanat olduğum çox az insanlar var. Daha doğrusu alimlər, rəssamlar və s. var. Fanata olduğum 3 yazıcıdan bəlkə də ikincisi ya da birincisi elə sənsən. Metamorfoz əsəri də yəqin ki eşitmisiniz. İnsan böcəyə dönüşür və biz onun əslində fiziki olaraq bir böcəyə dönməmişdən əvvəl də onsuz da böcək kimi bir həyat yaşadığını görürük. Sevmədiyi işdə işlədiyini, ailəsinin onun heç vecinə almadığını, onu sadəcə bir ATM, bir bank olaraq gördüyünü və bir dənə spoiler verim. Böcəyə dönüşür və ağlında heç niyə belə bir şey başıma gəldi, niyə böcəyə dönüşdüm sualı yoxdur. Bilirsiniz ağlımda nə sual var? İşə necə gedəcəm bu halda? Kafka bizi yaralamağı bacardı. Bu kitaba 5 üzərindən 6 verirəm. Bir dənə də bonus verirəm doğrudan. Super. Bu qədər idi məncə, bitdi. Baxıram ki, hər şeyi demişəm və bitirmişəm. İzlədiyinizə görə çox sağ olun. Bilmirəm bu videoda nə danışdım. İnşallah yaxşı alınır. Təşəkkürlər. Love you. Növbəti nə haqqda video çəkim deyə çox fikirləşirəm, yəni. Kommentlərə də mən nə haqqda fikrimi öyrənmək istəyirsiniz, nə sual vermək istəyirsiniz, o barədə yaza bilərsiniz. Hələlik.